Azərbaycan PUA-larla mübarizəyə hazırdırmı? Qonşu ölkədən sərhədimizə hələ ki narkotik yüklü dron uçur. Amma unutmayaq ki, Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlarımız çox. Ruslar illərlə kosmosda hökmran bizik kimi rəvayətlər uydurublar. İndi isə dronların əlində girinc qalıblar. Dronlar raket deyil ki, hava sərhədini keçəndə dərhal vurmaq olsun. Yalnız onlar göründüyü halda hədəf ola bilirlər. O səbəbdən də təkcə Rusiyanın deyil, dünyanın inkişaf eləmiş ölkələrinin belə dronlarla mübarizə üçün hələ effektiv mübarizə texnologiyası yoxdur. Bayraktarların ilk ciddi sınağı Qarabağ savaşından keçdi. İkinci Qarabağ savaşı silah tüccarlarının tank satışı bazarına zərbə vurdu. Təsdiqləndi ki, müasir müharibə PUA-lar olmadan mümkün deyil. Davam edən Rusiya-Ukrayna müharibəsi isə PUA-ların müasir ordunun əsas sütunlarından birinə çevrildiyini təsdiqlədi. Dronlardan ötən əsrin 60-70-ci illərində geniş istifadə etməyə başlayıblar. Məsələn, Vyetnam müharibəsi zamanı Birləşmiş Ştatlar müəyyən bir marşrut üzrə uçan və havadan çəkiliş aparan PUA-dan istifadə edib. Dronların döyüşdə ilk geniş miqyaslı və uğurlu istifadəsi isə Livan müharibəsi zamanı olub. 1982-ci ildə İsrail ordusu Suriyanın hava hücumundan müdafiə qüvvələrini və canlı qüvvəsini məğlub eləmək üçün çoxlu sayda kəşfiyyat dronlarından istifadə edib. İyunun 1-də Rusiyanın strateji aerodromlarına hücumu olanda bir xəbər oxudum ki, ölkədə dronlardan ilk istifadənin tarixi bir əcnəbi, deyəsən İtaliya şirkətinə aiddir. 2014-cü ilin yayında dinc məqsədlər üçün hazırlanmış uçan aparat reklam məqsədi ilə müştəriyə pizza çatdırılması xidməti ilə sınaqdan keçirilib. Amma cəmi 6 qutu çatdırıldıqdan sonra məmurlar dronların uçmasını qadağan ediblər. Xəbərin altından bir oxucu yazmışdı ki, Rusiya hökuməti uzaq görən olsaydı, hələ o zamandan bəri dronlar hazırlanmağa başlardı. Rusiya dünyanın ən uzun sərhədlərindən birinə malikdir. 60.000 kilometrdən çox. Bunlardan 38.000 kilometrdən çoxu təxminən 72% ölkənin şimal və şərqində uzanan dəniz sərhədləridir. Cənub və qərb sərhədləri qurudur. Uzunluğu 22.000 kilometrdən çoxdur. Üstəlik 18 ölkə ilə həmsərhəddir. Rusiyanın ən uzun sərhədləri Qazaxıstanla 7,5 kilometrdən çox. Ən qısası isə Şimali Koreya ilədir. Cəmi 17 kilometr. Bu böyüklükdə ərazinin hava məkanının yəqin ki, uzaq mənzilli raketdən qorumaq üçün hazırlıqları var. Amma bu dron artıq nano müharibədir, yeni reallıqdır. 2024-cü ildə Avropada müdafiə xərcləri 17% artaraq 693 milyard dollara çatıb ki, bu da soyuq müharibənin bitməsindən bəri rekord göstəricidir. Avropa Birliyi növbəti 4 il ərzində yeni müdafiə və hücum silahlarının hazırlanması üçün 800 milyard avroya qədər büdcə ayırıb. Avropa ölkələri müdafiə potensialında əsas prioritet olaraq PUA istehsalını da nəzərdə tutur. Amma hətta ən müasir silahlar belə onlara xidmət və istifadə edə bilən kifayət qədər ixtisaslı mütəxəssislər olmadan effektli olmayacaq. Və məhz bu kadr çatışmazlığı real münaqişə zamanı istənilən ölkə üçün ciddi problem ola bilər. PUA yaratmaqla iş düzəlmir. Onu hədəfə doğru yönləndirmək də artıq xüsusi kadrlar tələb eləyir. Bəzi hesablamalara görə PUA-lar hərbi əməliyyatlar və ya geniş miqyaslı müharibə zamanı düşmən hədəflərinin demək olar ki, 80%-nin məhv edilməsini təmin edə bilər. Heç bir ordu birləşməsi PUA-lar kimi tək başına bu cür effektli ola bilməz. İndi gələk əsas mətləbə. Azərbaycanın sərhədlərinin ümumi uzunluğu 3370,4 kilometrdir. Bunun 2657,4 kilometri quru, 713 kilometr isə dənizdir. Azərbaycanı qonşu ölkədən hələ ki narkotik yüklü PUA uçur. Bunun qarşısını almaq sərhədçilərimiz üçün çətin görünmür. Amma biz də bomba yüklü PUA-larla mübarizəyə necəsə, amma mütləq hazır olmalıyıq. Çünki Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlar çox.